Salam, herkese salamlayıram. Sertifikasiya verəcək bütün müəllimlərə uğurlar arzulayıram. Bugünkü görüşdə biz atom fizikası haqqında bəzi məsələlərin üzərində fikirlərimizi bölüşəcəyik. Atom fizikası bildiyimiz kimi 9 və 11-ci siniflərdə tədris edilir. Bu bölmə demək fizikanın sonunda yerləşdiyi üçün əsasən təkrara az vaxt qalır və həm də bu bölmənin spesifik xüsusiyyətinə əsasən müəyyən çətinliklərə malikdir. Ona görə çalışacaq ki, bu məsələləri çalışmaların üzərində izah edək. Birinci çalışma belədir. Atomun enerji səviyyələri diaqramı verilmişdir. En büyük dalga uzunluğuna malik fotonun udulmasına uygun keçid hansı rəqəmlər göstərilmişdir. Bildiğimiz kimi atomda müəyyən stasionar hallar da ola bilər və bu stasionar halların enerjiləri müəyyən üfüqi xətlə müəyyən edilir. Bir stasionar haldan digər stasionar hala keçid zamanı hansında fotonun udulur, hansında ise şüalandırılır. Bu şəkildə qırmızı 1, 3, 5 fotonun udulmasına uyğundur. 2 və 4 isə şüalanmasına uyğundur. İndi demək, bizdən məsələnin şərtində soruşur ki, ən böyük dalga uzunluğuna malik olan foton. En büyük dalga uzunluğuna malik olan fotonu deməli ən kiçik tezliyə malik olan fotonu müəyyən etməliyik. Əgər keçid xətti qısadırsa da, onda onun enerjisi, tezliyi, o cümlədən impulsu kiçik, dalga uzunluğu isə böyük olur. Deməli, doğru cavab Y bəndi olacaq. Keçək növbəti çalışmaya. Bu uyğunluğu müəyyən edin. Burada kvark, elektron, alfa şüalanmağa uyğun hansı bəndlərin düzgün gəldiyini müəyyən etməliyik. A bəndi müsbət tam elektrik yükünə malikdir. B bəndi kəsrli elektrik yükünə malikdir. C bəndi helyum atomunun nüvəsidir. D protonun tərkibinə daxildir. Y bəndi neytronun protona çevrilməsi nəticəsində yaranan zərrəciklərdən biridir. İndi bu çalışmanın izahına baxaq. Demək, tam elektrik yükünə malikdir. Bu alfa zərrəciyə uyğundur. Alfa zərrəcik helyum atomunun nüvəsidir. Helyum 2, 4'dür və 2Y tam müsbət elektrik yükünə malikdir. B bəndi kəsrli elektrik yükünə malikdir. Bu kvarklara uyğun gəlir. Bildiyimiz kimi kvarklar demək kəsrli elektrik yükünə malik olur. Onların yükü 3'də 2, kvarklar 3'də 2Y, D kvarklar ise -3'də 1Y yüklərinə malikdir. C bəndinə gəldikdə, C bəndi bu da helyum atomunun nüvəsidir və qeyd etdik kimi alfa zərrəciyə uyğun gəlir. Növbəti D, burada qeyd etdiyimiz kimi protonun tərkibinə daxil kvarklara uyğun gəlir. Və nəhayət Y bəndi bu nüvə beta mənfi zərrə çevrilmə zamanı neytronun biri protona çevrilir. Bu zaman -1, 0 elektron alınır və demək bir də antineytron alınır. Ona görə D bəndi elektrona uyğun gəlir və bu qeyd etdiklərimizi nəzərə alsaq, onda doğru cavab C bəndi olur. Keçək növbəti çalışmaya. Radioaktiv X nüvəsindən Y nüvəsinin alınma sxemi verilmişdir. Bu zaman buraxılan zərrəcikləri müəyyən edin. Diaqramda yük ədədinin kütlə ədədindən asılılığı göstərilib. X nüvəsindən Y nüvəsinə keçid 2 mərhələdə reallaşır. Birinci mərhələdə görürük ki, kütlə ədədi dəyişməyib, 228 qalıb, yük ədədi isə 1 vahid artıb. Növbəti keçiddə isə kütlə ədədi 228-dən 224-ə gəlib 4 vahid azalıb, yük ədədi isə 90-dan 88-ə enib 2 vahid azalıb. Bu hansı zərrəciklərin şüalanmasına uyğundur, bunu müəyyən edək.
Nüvə beta mənfi zərrəcik şüalandırdıqda onun yük ədədi bir vahid artır, kütlə ədədi isə dəyişmir. Deməli, birinci keçid beta mənfi zərrəciyə uyğun gəlir. İkinci keçid isə alfa zərrəciklərin şüalanmasına uyğundur. Çünki alfa zərrəcik şüalananda yük ədədi 2 vahid azalır, kütlə ədədi isə 4 vahid azalır. Ona görə düzgün cavab bir beta, bir alfa, yəni A bəndi olacaq. Keçək indi növbəti çalışmaya. Hidrogen atomunun enerji səviyyələri diaqramı verilmişdir. Üçüncü enerji səviyyəsində olan hidrogen atomu üçün hansı ifadə doğrudur? Bir iyonlaşma enerjisi 1,51 elektron voltdur. Şüalandırdığı ən kiçik tezlikli fotonun enerjisi 12,9 elektron voltdur. Udduğu ən kiçik tezlikli fotonun enerjisi isə 0,66 elektron voltdur. Testin şərtindən görünür ki, atom 3-cü enerji səviyyəsindədir. Birinci bənd, yəni iyonlaşma enerjisi 1,51 elektron volt, bu doğrudurmu? Bəli. Çünki atom hansı enerji səviyyəsindədirsə də elektronun iyonlaşma atomu tərk etməsi üçün hansı səviyyə uyğunsa da həmin qədər enerji verməliyik ki, atomu tərk etsin. Ona görə bir doğrudur. İkinci şüalandıranda bu üçüncü səviyyədən ikinciyə ya birinciyə keçməlidir. Ən kiçik tezlik dediyinə görə bu ikinci səviyyə keçid olmalıdır. İndi bu səviyyələrə uyğun enerjiləri müəyyən edək. Bunun üçün H-nin bərabərli Y-in çıxaq Y-in düsturundan istifadə edəcəyik. Gördüyümüz kimi üçüncü səviyyədən ikinci səviyyəyə keçiddə buraxılan fotonun enerjisi 1,89 elektron voltdur. Deməli, ikinci bənd doğru deyil. İndi üçüncü bəndi müəyyən edək. Udduğu ən kiçik fotonun enerjisi udanda da yuxarı səviyyə keçməlidir. Ən kiçik tezlik deyəndə üçüncüyə ən yaxın dördüncü səviyyə keçməlidir. Bu keçiddə deməli udulan fotonun enerjisi 0,66 elektron voltdur. Deməli doğrudur. Onda doğru cavab 1 və 3 Y bəndi olacaq. Göstərilən nüvə reaksiyasında alınan naməlum nüvənin müəyyən edin. Bu zəncirvari nüvə reaksiyasıdır. Bildiyimiz kimi zəncirvari nüvə reaksiyasında ağır nüvələr, indi bu çalışmada uran 92-235 nüvəsi təsvir edilibdir. Bu neytronların təsiri ilə parçalanır. Burada arada əmələ gəlir uran 92-236 izotopu. Bu da orta kütləli 2 dənə nüvəyə və 3 dənə neytrona deməli parçalanır. Orada alınan yeni 3 dənə yeni neytron, bir də orta kütləli baryum nüvəsi göstərilibdir və digər nüvənin hansı nüvəyə uyğun olduğunu müəyyən etməliyik. Bunun üçün tənliyini yazsaq, burada nüvə reaksiyalarında bilirik ki, yük ədədləri və kütle ədədləri saxlanılmalıdır. Tənliyin sol tərəfində yük ədədləri 92,0 96-dır. Onda sağ tərəfdə də yük ədədlərinin cəmi 92 olmalıdır. Kütlə ədədlərinə gələndə isə kütlə ədədlərinin cəmi sol tərəfdə 231,1 236-dır və asanlıqla hesablama ilə yoxlamaq olar ki, sağ tərəfdəki kütlə ədədlərinin cəmi də 236 olacaq. O da naməlum elementin kripton 36-91 izotopuna uyğun olduğunu müəyyən edirik. Növbəti çalışma lazer şüalanması üçün hansı ifadə doğrudur? Bildiyimiz kimi bu lazer şüalanması 20-ci əsrin ən böyük kəşflərindən biridir və bu şüalanma böyük tətbiq sahələrinə malikdir. Bu şüalanmaların hansı xassələri mövcuddur?
birinci büyük dağılma bucağına malikdir. Bu doğru değil. Çünkü bildiğimiz kimi lazer şüalarının dağılma bucağı oldukça kiçikdir. İkinci tibbi əməliyyatlarda istifadə olunur. Bəli, bu lazer şüaları bəzən tibbdə cərrah bıçağını əvəz edir və müxtəlif deməli müalicə məqsədləri ya diaqnostika məqsədləri üçün də istifadə oluna bilər. Üçüncü, maqnit sahəsində meyl edirlər. Bu doğru değil çünkü lazer şüalanması elektromagnet dalgalarıdır ve yani fotonlar seridir. Onun yükü olmadığına göre maqnit sahəsində ona Lorentz qüvvəsi təsir etmir. Ona göre de meyl edir ifadəsi doğru değil. Dördüncü, atomlar spontan şüalanarkən yaranır. Şimdi bu məsələni aydınlaşdırırlar. Tutaq ki, bizdə iki enerji səviyyəsinə uyğun bir hala baxırıq. Birinci şəkildə atom aşağı enerjili səviyyədədir. O müəyyən H enerjili foton udanda ikinci enerji səviyyəli hala keçir. Bu həyəcanlanmış haldan atomun şüalanması iki şəkildə ola bilər. Bir spontan şüalanma, yəni heç bir təsir olmadan atom həyəcanlanmış haldan əsas hala keçid edir. İkinci isə məcburi şüalanma nəticəsində ola bilər. Bu demək, lazerlərin iş prinsipində məcburi şüalanmadan istifadə edilir. Şəkildə bu lazer qurğusunun da iş prinsipi göstərilib. Əsasən bu yaqut kristalından istifadə edirlər. İmpuls lampasının köməyi ilə atomlar əsas haldan həyəcanlanmış hala keçir və bu zaman demək, qeyri-şəffaf bir də şəffaf güclər arasında fotonların demək, hərəkəti nəticəsində kristaldakı digər atomlardan məcburi şüalanmağa səbəb olur. Və bu zaman önündə qoyulan yarım şəffaf güzgüdən şüaların bir hissəsi çıxır və güzgü lazer şüaları alınır. Demək, dördüncü bənd atomlar spontan şüalanarkən yaranır. Bu doğru deyil. Çünki məcburi lazer şüalanmalarının içərisində məcburi şüalanmadan istifadə edilir. Və beşinci böyük enerjiyə malikdir. Bu da doğrudur. Bildiyimiz kimi lazerlər çox böyük enerjiyə malik olan şüalardır. Doğru cavab 1 və 5, 1, 2 və 5 olacaq deyə bəndim. Keçək növbəti çalışmaya. Bohr atom modelinə görə elektronlar. Birinci atomun daxilində dağınıq və hərəkətsiz yerləşiblər. İkinci, stasionar orbitlərdə şüalanma etmədən dövr edirlər. Üçüncü, aşağı enerjili orbitdən yuxarı enerjili orbitə keçdikdə foton udulur. Dördüncü, stasionar orbitdə təcilli hərəkət etmədən foton şüalandırır. Orta məktəb kursundan bilirik ki, atomun 3 modeli Thomson, Rutherford bir də Bohr modelləri demək tədris edilir. Bu birinci ifadə, yəni atomun daxilində elektronlar dağılıq və hərəkətsiz yerləşib. Bu Thomson modelinə uyğundur. Bunu Checks'də kişmiş modeli də adlandırırlar. Gələk növbəti bəndlərim. Rutherford modeli bu 1911-ci ildə Rutherford tərəfindən verilmiş modeldir. Alfa zərrəciklərin lövhədən səpilməsi məsələsini izah etmək üçündür. Rutherford müəyyən etmişdir ki, bəzi alfa zərrəciklər var ki, hətta 180 dərəcəyə uyğun bucaq altında əks olunur. Bu da Rutherfordda belə bir fikir irəli sürməyə demək fikir irəli sürmüşdür ki, atomun əsas kütləsi müsbət olub, mərkəzdə dayanmalı və mənfi yüklər ondan uzaqda olmalıdır. Lakin müsbətlə mənfilər bir-birini cəzb etdiyi üçün elektronların nüvənin üzərinə düşməməsi üçün nüvənin ətrafında dövr etməlidir. Və bu model bildiyimiz kimi Günəş sistemində
Günəşin və planetlərin hərəkətini xatırlatdığında bunlara planetar model də deyilir. Lakin Rezerfordun verdiyi bu model bir sıra çətinliklərlə üzləşdi. Belə ki, Maxwell nəzəriyyəsinə görə nüvənin ətrafında hərəkət edən elektron özündən elektromaqnit dalğaları şüalandırmalıdır. Çünki bilirik ki, təcillə hərəkət edən yüklü zərərçilər özündən foton şüalandırır. Deməli, nüvənin ətrafında dövr edən elektron öz enerjisini itirməli və çox qısa müddətdə nüvənin üzərinə düşməlidir. Yaranmış bu çətinliyi aradan qaldırmaq üçün Danimark alimi Niels Bohr 1913-cü ildə özünün postulatlarını irəli sürdü. Həmin postulatlarda demək bu ikinci stasionar orbitdə atomlar şüalanma etmədən dövr edir. Bu deməli Bohr modelinə uyğun ifadədir. Üçüncü, aşağı enerjili orbitdən yuxarı enerjili orbitə keçdikdə foton udulur. Bu da doğrudur. Yuxarıdan aşağıya keçəndə foton şüalanır və dördüncü stasionar orbitdə təcil hərəkət etdiyindən foton şüalandırılır. Bu doğru ifadə deyil, daha doğrusu Bohr modelinə uyğun deyil. Ona görə düzgün cavab 2 və 3 B bəndi olacaq. Növbəti tapşırıq radioaktiv nüvələrin radioaktiv çevrilməyə aiddir. Bilirik ki, ağır nüvələr özündən alfa-beta qamma şüaları buraxır. Bu zaman radioaktiv nüvələrin sayı getdikcə azalır. Şəkildə radioaktiv nüvələrin sayının zamandan asılı qrafiki verilir. Yarım çevrilmə periyodunu müəyyən etmək lazımdır. Yarım çevrilmə periyodu elementin yarısının parçalanmasına sərf olunan zamandır. Radioaktiv çevrilmə qanunu yazaq. M bərabərdir N0, 2 üstü mənfi kiçik T bölək böyük T. Bu qanunda qrafikdəki qiymətləri nəzərə alaq. 20 ildən kiçik T-nin yerinə 20 il yazacaq. Qalan nüvələrin sayı 2 vurulsun 10 üstü 8-dir. Başlanğıc andakı nüvələrin sayı isə 8 vurulsun 10 üstü 8-dir. Yazdığımız bu ifadədən sadə çevirmələrdən sonra yarım çevrilmə periyodunun 10 ilə bərabər olduğunu müəyyən edirik. Düzgün cavab C bəndi olacaq. Nüvəsinin kütlə ədədi 19, elektronların sayı 9 olan neytral atomun nüvəsində neçə neytron vardır? Bildiyimiz kimi nüvədə Z sayda proton, N sayda isə neytron vardır. Nüvədəki protonların sayı Z hərfindən işarə edilir. Buna yük ədədi deyilir. Bu, eyni zamanda atomdakı elektronların sayına da bərabərdir. Çünki protonla elektronların yükü ədədi qiymətcə bərabərdir. Atomda yüksüz olduğuna görə protonlarla elektronların sayı bərabərdir. Yük ədədi eyni zamanda Mendeleyev cədvəlində elementin sıra nömrəsinə də uyğun gəlir. Kütlə ədədinə gəldikdə isə bu nüvədəki nukleonların sayıdır. Nukleon deyəndə proton və yaxud neytron başa düşülür. Ona görə kütlə ədədinə nüvədəki nukleonların sayı ya da ki, nüvədəki protonla neytronların sayı demək olar. Kütlə ədədi Mendeleyev cədvəlində nisbi atom kütləsinin yuvarlaq qiymətinə də bərabərdir. İndi baxdığımız çalışmada kütlə ədədi verilib 19, elektronların sayı bu ilə yük ədədidir 9 verilibdir. Onda neytronların sayını tapmaq üçün kütlə ədədindən yük ədədini çıxarıq. 10 doğru cavab olacaq B bəndi. Növbəti çalışmaya baxaq. Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Burada fotona və protona uyğun olan bəndləri müəyyənləşdirməliyik. Birinci demək ifadə elektromaqnit qarşılıqlı təsirin ötürücüsüdür. Bu fotona uyğundur. Bildiyimiz kimi foton sahə zərrəcikliyi yükü və kütləsi sıfıra bərabər olan zərrəcikdir və qarşılıqlı təsirin ötürücüsüdür.
İkinci güçlü zərrəcikdir. Bu protona uyğundur. Protonun gücü müsbət y'yə bərabərdir. Elementar gücə bərabərdir. Üçüncü kütləyə malikdir. Bu da protona uyğundur. Fotonun kütləsi sıfıra bərabərdir. Dördüncü işıq sürəti ilə hərəkət edir. Bu fotona uyğundur. Kütləyə malik olan zərrəciklər, o cümlədən proton işıq sürəti ilə hərəkət edə bilməz. Enerjiyə malikdir. Bu da həm fotona, həm də protona uyğundur, ortaq olacaq. Deməli, beləliklə doğru cavabımız olacaq Y bəndi. Uyğunluğu müəyyən edin. Burada 3 dənə nüvə reaksiyası verilib və naməlum zərrəcik hansıdır müəyyən etməliyik. Nüvə reaksiyalarında yük ədədləri və kütlə ədədləri saxlanılmalıdır. İndi bu verilən reaksiyaları tamamlayaq. Görürük ki, birinci halda demək, naməlum zərrəciyin yük ədədi 1 olmalıdır. 3-ün üstünə 1 gələndə 4, sağ tərəfdə də yenə 4 olacaq. Eyni şəkildə kütlə ədədlərinə də baxsaq, 7-nin üstünə 2 gələndə 9, sağ tərəfdə də 9 olur. Deməli, birinci naməlum, birinci reaksiyaya uyğun zərrəcik B bəndinə uyğundur. İkinci demək, reaksiyada isə eyni qaydada müəyyən edirik ki, neytrona uyğundur. Üçüncü isə alfa zərrəciyə uyğun gəlir. Deməli, düzgün cavab 1-ə B, 2-yə C, 3-ə isə A, Y bəndi olacaq. Növbəti çalışma demək, həm atom fizikası, həm də fotoeffekt hadisəsinə uyğun bir çalışmadır. Atom mənfi 0,5 elektron volt olan səviyyədən mənfi 3,4 elektron volt olan səviyyəyə keçdikdə şüalanan foton hansı maddədə fotoeffekt yarada bilər? İşığın təsiri ilə metaldan elektronların qoparılması hadisəsinə fotoeffekt deyilir. Katodun üzərinə düşən fotonun elektronu qopara bilməsi üçün onun enerjisi çıxış işindən böyük olmalıdır. Əvvəlcə demək, göstərilən keçid zamanı şüalanan fotonun enerjisini müəyyən edək. 3,4 çıxılsın 0,5 elektron volt, bu olacaq 2,9 elektron volt. Buradakı şəklə fikir veririk. Burada deməli, katod metalın üzərinə işıq şüaları düşür, fotonlar düşür və elektronları gölə çıxardır. Bu düşən fotonun H qədər enerjisinin A qədəri çıxış işinə sərf olunur, yerdə qalanı isə elektronların kinetik enerjisinə sərf olunur. Fotoeffekt hadisəsinin baş verməsi üçün düşən fotonun enerjisi çıxış işindən böyük yaxud ona bərabər olmalıdır. İndi 2,9 elektron volt bu cədvəldə verilən maddələrin hansının çıxış işinə uyğun enerjisindən böyükdür? Bu kalium və bariuma uyğun gəlir. Alüminiumda 4,2-dir çıxış işi, 2,9 oradan elektron qoparda bilməz. Ona görə də deməli, doğru cavab olacaq A bəndi. Neytronların artma əmsalının hansı qiymətində zəncirvari nüvə reaksiyası baş verir? K böyükdür 1, K kiçikdir 1 və K bərabərdir 1 olduqda. Zəncirvari nüvə reaksiyası nədir? Bayaq da bunun haqqında dedik. Məsələn, bu şəkildə uran nüvəsi neytronların təsirindən parçalanır. Bu zaman 3 dənə, bəzən ola bilər ki, 2 dənə neytron əmələ gəlir və əmələ gələn neytronlar növbəti nüvələri parçalayır və bu proses zəncirvari davam edir. Bu tapşırığı yazmaq üçün əvvəlcə biz neytronların artma əmsalı nə deməkdir, bunu aydınlaşdıraq. Hər hansı nəsildən olan neytronların sayının ondan əvvəlki nəsildən olan neytronların sayına nisbətinə neytronların artma əmsalı deyilir. Əgər K böyükdür, bərabərdir 1 olarsa, onda neytronların sayı getdikcə artır
və nüvə reaksiyası baş verir. K bərabərdir 1 olduqda zəncirvari nüvə reaksiyası stasyona gedir. K kiçikdir 1 olduqda isə neytronların sayı azalır və növbəti nüvələri parçalama mümkün olmur. Ona görə də zəncirvari nüvə reaksiyası sönür. Ona görə düzgün cavabımız demək 1 və 3 B bəndi olacaq. Növbəti çalışma radioaktivlik hadisəsinə uyğundur. Demək, şəkildə göstərilib ki, radium nüvəsi özündən 3 dənə zərrəcik şüalandırılır. Bu zərrəciklərin trayektoriyaları göstərilib. Hansı trayektoriya, hansı zərrəciyə uyğundur, bunu müəyyən etmək lazımdır. Gördüyümüz kimi bu zərrəciklər maqnit sahəsindən keçib ekrana düşəndə 3 dəstəyə ayrılır. Maqnit induksiya vektoru bizdən şəkil müstəvisinə doğrudur. Bu zərrəciklər nə üçün maqnit sahəsində meyl edir? Çünki onların yükü var və bunlara yükü olan zərrəciklərə Lorentz qüvvəsi təsir edir və buna görə də meyl edir. İkinci zərrəcik meyl etmədiyinə görə onun yükü yoxdur və Lorentz qüvvəsi təsir etmir. Bu qammaya uyğundur. Birinci zərrəcik isə hansına uyğundur? Bunu sol əl qaydasından taparıq. Sol əlimizi elə tutarıq ki, B vektoru ovucumuza daxil olsun. 4 barmağımız yuxarıya doğru müsbət yüklü zərrəciksə də onda baş barmağımız sola doğru olacaq. Deməli, birinci alfa zərrəciyə uyğundur. Üçüncünü də sol əl qaydasından müəyyən etmək olar, ancaq ehtiyac yoxdur. Çünki alfanı müəyyən edəndən sonra digəri betaya uyğun gəlir. Beləliklə, deməli, bu şəkildə də sol əl qaydasından müəyyən eləmək təsvir edilibdir. Bizim düzgün cavabımız olacaq A bəndi. Z, M proton üstəgəl N, M neytron çıxaq M nüvə C kvadratı ifadəsi ilə hansı fiziki kəmiyyət təyin edilir? Burada Z protonların sayı, N neytronların sayı, MP, MN, M nüvə uyğun olaraq protonun, neytronun və nüvələrin kütləsidir. C isə işığın vakuumdakı sürətidir. A bəndi rabitə enerjisi, B bəndi kütlə defekti, C bəndi xüsusi rabitə enerjisi, D bəndi nüvədəki protonların sükunət enerjisi, Y bəndi nüvədəki neytronların sükunət enerjisi. Bayaq da qeyd etdik ki, nüvə proton və neytronlardan təşkil olunub. Z dənə proton və N dənə də neytrondan ibarətdir. İlk baxışda insan düşünür ki, nüvə Z proton və N neytrondan ibarətdirsə, onda Z dənə protonla N dənə neytronun kütləsini toplasaq, biz nüvənin kütləsini almalıyıq. Ancaq bu deməli kütlə nüvənin real kütləsindən böyükdür və burada müəyyən kütlə defekti yaranır. Kütlə defekti delta M bərabərdir Z M proton üstəgələ N M neytron çıxılsın M nüvədir. Kütlə defektinin yaranması bu kütlənin delta M qədər hissəsinin enerjiyə çevrilməsindən bağlıdır. Einstein Y bərabərdir MC kvadratı düsturundan bilirik ki, kütlə ilə enerjisi əlaqəlidir. Delta M, yəni kütlə defektinə uyğun enerji delta M vurulsun C kvadratı kimi təyin edilir və bu enerji nüvənin rabitə enerjisi adlanır. Yəni, nüvənin içərisindəki protonla və neytronları bir-birindən saxlayan, onu rabitədə yaradan enerji olur. Demək, doğru cavab olacaq A bəndi. Çıxış işi 2 elektron volt olan metalın üzərinə 6,8 elektron volt enerjili fotonlar düşür. Katodun səthindən qopan fotoelektronların maksimal kinetik enerjisini hesablayın. Bunun üçün bayaq da qeyd etdik, fotoeffekt hadisəsi işığın təsiri ilə metaldan elektronların qoparılması hadisəsidir.
Katodun üzerine düşen H enerjili fotonun enerjisinin A qədəri çıxış işinə, yerdə qalanı isə elektronun kinetik enerjisinə çevrilir. Fotoeffektin Einstein tənliyini yazsaq, Y foton bərabərdir A çıxış üstə gələk A Y kinetik maksimum. Burada elektronların kinetik enerjisinin maksimum qiymətini tapsaq və məsələnin şərtində verilən qiymətləri yazanda 4,8 elektron volt alınır. Doğru cavab olur Y bəndi. Tezliği 5 vurulsun 10⁴ Hz olan neçə foton enerjisi 3 mega elektron volta bərabərdir. 1 mega elektron volt 1,6 10⁻13 jouldur və Planck sabitinin də qiyməti verilibdir. Bildiğimiz kimi bir fotonun enerjisi Y bərabərdir H-nü Planck düsturu ilə müəyyən edilir. Burada bir fotonun yox, n sayda fotonun enerjisi verilib. Ona görə n sayda fotonun enerjisini Y bərabərdir H-nü düsturu ilə təyin edəcək. Buradan fotonların sayını tapanda n bərabərdir G bölünsün H-nü. Enerji elektron voltla deməli verilibdir. Elektron volt elementar yükün elektrik sahəsində 1 volt sahədə sürətlənən zaman əldə etdiyi enerjidir. Bir elektron voltumuz 1,6 10⁻19 jouldur. Burada mega elektron voltla verildiyinə görə 10⁻6-ya vurmuşuq və 10⁻13 joule alınıb. O qiymətləri demək ifadədə yerinə yazıb hesablama aparsaq 1,5 10⁻6 ədəd sayda foton alınır. Doğru cavab olur B bəndi. Fotonun impulsunun onun dalğa zonundan asıllıq qrafiki hansıdır? Fotonun impulsu P bərabərdir Y bölünsün C düsturu ilə müəyyən edilir. Burada Y fotonun enerjisidir. Bir də C bölünsün lambda dalğa uzunluğu kimi müəyyən edilir. Bu ifadələrin nəzərə alanda fotonun impulsu üçün P bərabərdir H bölünsün lambda düsturunu alırıq. Buradan görülür ki, fotonun impulsu dalğa uzunluğundan tərs mütənasibdir. Ona görə doğru cavab olacaq C bəndi. Növbəti tapşırıq, bu da fotoeffekt hadisəsinə uyğundur. Katoddan saxlayıcı gərginliyin tezlikdən asıllıq qrafiki verilib. B nöqtəsinə uyğun qiymət hansı fiziki kəmiyyətin qiymətinə uyğundur? Bunu müəyyən etmək lazımdır. A bəndi çıxış işi, B bəndi Planck sabiti, C bəndi fotonun enerjisi, D bəndi fotoeffektin qırmızı sərhəddi, Y bəndi fotoelektronların sürəti. Bu çalışmanı tapmaq üçün fotoeffekt hadisəsi haqqında müəyyən məlumat olduqdan sonra çox asanlıqla müəyyən eləmək olar ki, B nöqtəsinə uyğun tezlik fotoeffektin qırmızı sərhədinə uyğundur. Çünki apsis oxumundakı kəmiyyət tezlikdirsə də, təbii ki, B nöqtəsinə uyğun da vahidi hertz olan bir kəmiyyət olmalıdır. İkincisi isə bilirik ki, fotoeffekt üçün müəyyən bir qırmızı sərhəd mövcuddur, minimum mövcuddur və bu tezlikdən böyük tezliklərdə fotoeffekt baş verir və qrafikdə bunu əks etdirir. Digər tərəfdən riyazi olaraq da B nöqtəsinin nəyə uyğun olduğunu müəyyən edə bilərik. Bunun üçün Einstein tənliyini yazaq. Burada çıxış işinin yerinə H-nün minimum, kinetik fotoelektronların kinetik enerjisinin yerinə isə G saxlayıcı yazıb, buradan saxlayıcını təyin eləsək, görürük ki, xəttə asıllıqdır və o saxlayıcının sıfıra bərabər olan halda ki, yəni B nöqtəsinə uyğun qiyməti minimuma uyğun gəlir. Deməli, doğru cavab D bəndi olacaq. Növbəti çalışmada fotoeffekt hadisəsinə uyğundur. Verilmiş metaldan hazırlanmış katodun üzərinə düşən işığın tezliyini dəyişmədən intensivliyini artırdıqda fotoelektronların maksimal sürəti azalır, doyma cəryan şiddəti artar, fotoelektronların qırmızı sərhəddi artar.
Foto effekt hadisəsi haqqında yuxarıda qeyd etdik. Bu foto effektə aid qrafiklər bir qədər çoxdur. Bunları yazmaq üçün hansı fiziki cəmiyyətin nədən asılı olduğunu müəyyən eləyib yadda saxlasaq, digərlərini asanlıqla müəyyən edə bilərik. Birinci testin şərtində deyilir ki, intensivliyi artırdıqda onda kinetik enerji, fotoelektronların sürəti, impulsu, bir də saxlayıcı gərginlik intensivlikdən asılı deyil, o ancaq tezlikdən asılıdır. Ona görə də intensivliyi artıranda maksimum sürət azalır, doğru deyil. İkinci, doyma cəryan şiddəti artar. Doyma cəryan şiddəti intensivliklə düz mütənasibdir. İntensivlik artırsa da artacaq. Və üçüncü, fotoeffektin qırmızı sərhəddir. Bu fotoeffektin qırmızı sərhədi çıxış işi, bir də qırmızı sərhədə uyğun dalğa uzunluğu ancaq demək materialdan asılıdır. Ona görə bu da dəyişmir, çünki verilmiş metaldan söhbət gedir. Ona görə yalnız iki ifadəsi doğrudur və cavab olacaq D-bəndi. Diqqətinizə görə təşəkkür edirəm. Hər birinizə imtahanda uğurlar arzulayıram.